Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli futbol sevərlər. Mən Mikayıl Yusufoğlu, əfsanələrin imzası verilişinin növbəti buraxılışında qarşınızdayım. Məhz bu veriliş My Group Holdingin sponsorluğu ilə həyata keçirilir. Onlara təşəkkürlərimizi bildiririk, dərin minnətdarlığımızı bildiririk və artıq yavaş-yavaş qonağıma keçid etmək istəyirəm. Milli komandanın sabiq kapitanı, 75 dəfə millidə forma geymiş, 90-cı ildə SSR-də 18-də Avropa çempionu olmuş, 93-cü ildə Qarabağla Azərbaycan kubokuna qalibi olmuş, Azərbaycanda ilin futbolçusu seçilmiş, səhv etmirəmsə 99-cu ilə təsadüf edir bu. Kəpəzdə, Neftçidə, Azalda, Keşlədə baş məşqçi olmuş Tərlan Əhmədov. Xoş gəlmisiniz Tərlan bəy, sizi salamlayıram. Çox sağ olun dəvətinizə görə, mən də sizi salamlayıram. Artıq düşünürəm ki, yavaş-yavaş suallara keçid edə bilərik. Tərlan Əhmədov, karyeranızda vurduğunuz ən gözəl qol hansıdır? Çoxdur belə deyim ki, qolum Qarabağın heyətində də vurmuşam Neftçinin qapısına. Sumqayıtda inşaatçılar meydançası var orada. Ən yaxşı 2 qolum olub ki, biri 99-cu ilə təsadüf edir, biri 2000-ci ilə. Neftçinin heyətində Kəpəzə vurduğum qol 99-cu ildə. Bəlkə də futbol tarixindən gözəl qollardan biridir. Bir də ki, 2000-ci ildə Şəmkirə vurduğum qol. Şəmkir komandasına. Cərmə milli əsaslarında. Ən yaxşı qol da seçilmişdi deyəsən. Bəli, 2 il ardıcıl olaraq sezonun qolunu vurmuşam və ona görə də Anesto vaxtı VMF şirkəti vardı. Yəni, qol saatına ona görə mükafat almışam. Klub tərəfindən də mükafatlandırmışam. Yəni, deyim, elə bir qollar idi ki, özüm də gözləmirdim. O qolun gözəlliyi hələ də hərdən otururam özüm. Mən xatırladım. Bəli, videolarda baxıram öz telefonumda. Yəni, qolun gözəlliyi, ümumiyyətlə, futbolda oyun ola bilər ki, yaxşı getməsin, amma bir qol bütün oyunu dəyişir, gözəlliyi, futbola gözəlliyi. Səhv edirəmsə, yan xətdən topu başlayırlar, siz götürürsünüz. Bəli, oyununa İlham Yadullayev demək olar ki, yan xətdən topu mənə atır, mən meydançanın demək ki, əks tərəfə gedirəm və Kamal qışqırır sağ tərəfdən, tərlan ötür. Başımı qaldıranda gördüm ki, Kəpəzin qapıçısı onda Hüseyin Məhəmməd idi. Gördüm, bir balaca qabağa çıxıb elə ağlıma gəldi ki, vurmaq lazımdır. Vurdum və qolun gözəlliyi. İndiyənə kimi baxanda qapının arxasında bir polis işçisi var, bilmirəm o vaxtı. Hər dəfə onu görürəm ki, elə sevinir. O polisin sevinci mənim qolumun gözəlliyindən daha çox mənə ləzzət edir. Digər qolunuz da çox möhtəşəm. Orada sizə qayda pozuntusu olur, səhv etmirəmsə. Siz də oradan zərbə zərbəsini özünüz yerinə yetirirsiniz. Orada çoxları bir şey bilmir ki, o sərbəst zərbə olmalıydı. Mən amma birbaşa qapıya vurdum. Yəni orada hakim əlini qaldırır, mən birbaşa vurdum. Qolun gözəlliyindən hamı demək olar ki, itirmişdi özünü. Heç kim də buna fikir vermədi. Fikir vermədilər. Həmin o qoldan sonra bir balaca Ağasəmin mənimlə, Rauf Mehdiyev idi qapıda. Aralarında bir balaca Mübahisə oldu. Mübahisə də oldu ki, Ağasəmin mən artıq fasiləyə gedir. Ağasəmin deyir, sən niyə insanlar Nərimanovdan vurursan qolu? Rauf da bunu eşitdi, bir balaca aralarında mübahisə yarandı. Çox möhtəşəm qol idi. Rejissorlardan xahiş edək, həmin qolu məhz görüntü olaraq versinlər. Birinci yer Neftçi komandasının və Azərbaycan milli komandasının kapitanı Tərlan Əhmədovun Gəncənin Kəpəz klubunun qapısından keçirdiyi mükəmməl qol. Bu epizodda görüşün baş hakimi Xaqani Məmmədov Tərlan Əhmədova qarşı kobudluq etdiyini bildirir və Şəmkir komandasının qapısına cərimə zərbəsi təyin edir. Cərimə zərbəsini zərər çəkən özü Azərbaycan milli komandasının kapitanı Tərlan Əhmədov yerinə yetirir. Təxminən 35-40 metrlik məsafədən Tərlan Əhmədov topu birbaşa qapıya vurmağa qərarlaşdırır. Tərlan Əhmədovun zərbəsi mükəmməl olur və qapıdan keçir. Oyunun 44-cü dəqiqəsində Tərlan Əhmədov hesabı bərabərləşdirir. Və düşünürəm ki, ikinci sualımıza keçid edə bilərik. Milli komandada 75 oyun keçirmişsiniz və Azərbaycan millisində ən çox oyun keçirilən oyunculardan birisiniz. Bu oyunlar arasında sizin üçün ən yadda qalan oyun hansı olub? Açıq deyim ki, hamısı mənə yadda qalıb. İlk başlayaraq biz Rumıniya yığması ilə rəsmi oyunumuz olub, Rumuniyada, Buxarestdə. O oyunlardan başlayaraq, oyunların hamısı mənim yadımda. Deyirəm ki, elə hərdən otururam özüm üçün analiz edirəm boş olan vaxtlarda ki, nələr yaşadıq, nələr oldu, hansı çətinliklərdən keçdik. Ən deyim ki, 2 oyun var ki, biri Portuqaliya ilə burada oynadığımız 2 gün idi ki, o oyun mən deyim ki, həyatımda bəlkə də futbola baxışımı tamamilə deyirlər ki, fərqli olaraq dəyişdi. Həmin dövrdə bilirsiniz ki, ümumiyyətlə Azərbaycanda şəraitsizlik edir. 99-cu illərə təsadüf edirdi. Sponsorlar yox idi, meydançalar yox idi, baxımsızlıq idi, təlim məşq toplanışı ümumiyyətlə olmurdu. Və biz elə bir ki, bir gün axşam oynadıq, saat hardasa 9 ya 10 arası oyun başladı.
bir hissə oynayandan sonra işıqlar söndü. Ondan sonra bir müddət meydançada qaldıq və getdik. Sabaha qaldı Bəli, deyəsən. səhərsi ilə qaldı. İndi sağ olsun orada yeri gəlsə bəlkə də bizə məğlubiyyət də verilməlidir. Çünki belə bir hadisələr UEFA FIFA tərəfindən bağışlanmır. Sabah o vaxtki dövrdə rəhbərlik bu haqda UEFA FIFA müraciət, nə bilim, federasiya arasındakı razılıqdan sonra ümumiyyətlə bu oyun səhərsi ilə keçirildi. Təsəvvür edin ki, vaxtımız da az idi. İndi bizim peşəkar, o vaxt ona qədər peşəkar da olsaq, hazırlığımız o səviyyədə deyildi. İndi təsəvvür edin, biz onda qalırdıq Krishnan Beachdə, Şirxovda, təzə stadiondan getmişik, saat 3 radələrinə çatmışıq. Oyunun həyəcanı bir tərəfdən yuxu yatmamışıq, səhər saat 4-də təzədən yenidən oyun başlayır. İkinci hissə, yox, ikinci hissə başlayır. Təsəvvür edin ki, təzədən oyuna başlamaq, mən biləsi biz 90 dəqiqə oynadık, o yenidən başlandı. İkinci hissə olmadı, o yenidən başlandı, biz 90 dəqiqə. Və 90 dəqiqə biz 1-0 irəlidəydik birinci hissədə. Və hadisələr gedişat elə gedirdi ki, həmin oyunda bizlə oyundan sonra Portuqaliya Rumuniyada Buxarestdə Rumuniya yığması ilə qarşılaşırdı. Aralarındakı xalq fərqi də az idi. Portuqaliya bizə qalib gəlsəydi, avtomatik ora getmək onlar üçün o qədər maraqlı deyildi ki, hətta məğlub olsalar belə yenə də deməli ki, birinci yer təmin edirdi. Amma bizdə elə bir ki, xalq itkisi artıq Rumuniyada məğlub olsalar, artıq demək olar ki, Rumuniya birinci yerə keçirdi o yığması. Vacib oyun idi. Vacib oyun idi. Təsəvvür edin ki, o qədər bizə önəm kəsb eləmədilər bəlkə də. Rahat çıxmışdılar oyuna. Biz də ki, istədiyimizi o qədər istəklidik ki, oyun tamamilə istədiyimizdən də artığını verdi, elə alındı. Zahir Tağızadə Bəxtiyar Musayevin ötürməsindən sonra Vitor Bayan ayaqları arasından vurur. Ondan sonra da 90 plus 6 dəqiqədə Kamali Fiqu itəlir. Məsələn, bir tər qol vururlar. Təsəvvür edin ki, 92 gün oynamaq, hələ də oturub fikirləşirəm ki, biz onu necə 90 dəqiqəni dözdük. Biz necə o 90 dəqiqəni onlara qarşı mübarizə. Sonra bizdən sonra getdilər, Rumuniyada 1-1 oynadılar. Heç oynadılar, ondan da demək olar ki, birincisi. Oyunun gedişatında bizə daha çox onlar seyredilər ki, çox bizimlə sərt oynamayan, bizim qarşıda oyunumuz var, bizim üçün də maraqlı deyildi bizim üçün. Sizdə istəyi var idi o. Gecədə uşaqlar gəldi ki, səhər üstü necə olacaq, sən kapitansan, biz necə eləyək, nətər eləyək. Dedim ki, nə olacaqsa olacaq, buna kimi nə olmuşdu ki, bizim belə baxanda fərqimiz böyük idi. Sağ olsun, oyundan sonra da bir mükafat vardı, mükafat fondu vardı. Fuad Musayev o vaxtda $2500 demişdi. Sonra uşaqlar gəldi ki, bəlkə Fuad müəllimə deyərsən, bir balaca artırsın. Dedim, mən getdim, sağ olsun. Oyunun o əzab əziyyəti 2 gün oynamağımıza heç olmasa bir $3000 əsas komandaya mükafat vermişdi hər futbolçuya. Yəni o oyun mənim bir də ki, Slovakiyanı Bakıda tutduğumuz oyun 2-0. Yəni biz Türkiyədə təlim məşq toplanışı keçdik 10 günlük və gəldik Bakıya. Bakıya gələndən sonra Slovakların şansı vardı. Birinci, ikinci yer uğrunda mübarizədə bizə məğlub olandan sonra Türkiyənin şansı artdı və Türkiyədə sonraki ildə Türkiyə üçün biz elə bir ki, yol açdı. Zəmin hazırladı. Bəli, zəmin hazırladı. Ondan sonra Türkiyə yığması artıq növbəti oyunlarda qalib gəldi və deyim ki, bizim Slovakiyanı məğlub etməyimiz türklərə bir yol açdı. Müdafiəçi rolunda çıxış etmişsiniz, bunu hər kəs bilir. Oynadığınız dövr ərzində qarşılaşdığınız ən çətin hücumçu? Açıq deyim ki, müdafiəçi üçün hər bir hücumçu çətin olur. Bir də bəli. Fərq etmir. Çünki onun nə düşündüyü, hansı filmdə edəcəyini, nə edəcəyini düşünməz, onu tapmaq çətin məsələdir. Amma hər bir futbolçu hücumçunun özünün özəllikləri var. Biri taran tipi də olur, biri görürsən ki, texnikalı daha çox üstünlük verir, biri sürətli olur. Yəni bunlara qarşı, məsələn, Zahir Tağızadəyə qarşı oynamaq çətindir, amma rahatdır. Çünki bilirsən onun sürətini, ona imkan vermirsən sürət yığmağa, ona daha yaxın oynarsan ki, imkan vermirsən. Elə futbolçu var ki, deyək ki, məsələn, Musa Qurbanlı oynamaq çətindir. Çünki Ədinat taran tiplidir, çox cüssəlidir, qüvvətlidir, əllə, qolla ona. Məncə ona imkan verirdin ki, ondan bir balaca ara məsafə verirdin ki, topu qəbul eləsin, o gəlsə üstədə onun sürəti yoxdur. Amma ona imkan versən, yaxın olsun, o öz korpusu ilə, deyək ki, bədən qüvvəsi ilə hər birinin özəlliyi var. Amma Samir Ələkbərov qarşı oynamaq çox çətin olur. Samir Ələkbərov o qədər texnikadır, o qədər topla hərəkətdə edirdi. O qədər onun, o deyək ki, futbol dilində deyək, belə pasibaları vardı ki, bilmirdin ki, nə eləyəcək. Və ona görə də Samir Ələkbərova qarşı oynamaq çox çətin olur Azərbaycan çempionu.
İndi mən də yığmada demirəm, indi Avropaya çıxanda ora biraz çətinlik yaradır. O da bilmirsən ki, onlar daha çox komanda oyununa üstünlük verirlər. Demək olar ki, Fərdi mübarizə yoxdur. Bəli. Amma Azərbaycan çempionatında deyim ki, Samir Ələkbərova qarşı oynamaq çox çətindir. Tək mənim üçün bütün müdafiəçilər üçün. Çünki onun o qədər özəlliyi vardı. O özəlliyə görə də ondan top almaq çətin məsələ idi. Tərlan Əhmədov yenidən Premyer Liqa klublarına birində baş məşqçi görə bilərik. Hər şey ola bilər. Ona biz qərar vermirik, biz məşqçiyə qərar vermirik. Qərar verən klub rəhbərləridir, federasiyadır indi. Amma hər halda gözləyirik. Bizim həyat işimiz elədir ki, biz hətta nəticə verəndə görürsən ki, məşqçilər kənarda qalır. İnşallah görərik. Ona görə də indi gözləyirik, öz zamanımızı gözləyirik. Müsahibələrin birində qeyd etmişsiniz ki, futbolla üzləşdiyiniz haqsızlıqlar barəsində. Və sizə düşünürəm ki, sualım belə olacaq ki, ən məyus edən hadisə nə olub bununla bağlı? Ən məyus edən hadisə olur ki, mənə söz verilib. Mən elə bir ki, klub rəhbərinə oturub söhbət elədik. Dedim, zaman gələcək, mən nəticəni verəcəm, nəticə verəcəm. Amma sənin ətrafındakı insanlar məni şərləyib çıxaracaqlar. Dedi, qardaşım, doğma qardaşım belə olsa, sən də mənim arama girə bilməz. Sənin iş qabiliyyəti bilirəm. Dedim, ola bilər iş qabiliyyəti, amma zamanı gələndə bu hadisə baş verəcək. Nə bilim, bəlkə də qəlbimə gəlmişdi o sözü dedim, amma gedişat onu görsədirdi, bilirdim. Ətrafda gedən söhbət, hətta bu gün də görür bilirsiniz ki, 2 ilə yaxın artıq may ayının 31-də 2 il olacaq ki, mən artıq futboldan kənardayam, yəni Kəpəzdən sonra. Görürsə, ətrafda söhbətlər var, adıma olmayan şeylər çıxarılır. Bir adam özü çıxıb deyə bilmir ki, Tərlan Əhmədov mənə qarşı bu haqsızlığı eləyib. Şəxsən deyə bilmir, bəli. Heç kim deyir, hamı da deyir ki, deyirlər. O deyirlər sözünü də, hətta bəzilər deyir ki, indi gələcəm o söhbətə. Bəzilər deyir ki, Tərlanın xarakterində, xarakteri çətindir, pis adamdır Tərlan. Amma dəfələrlə demişəm ki, kimsə mənə üzr istəyirəm, ərə gəlmir ki, mənim xarakterim. Mənim işim burada. Mən işdə o qədər ciddiyəm. Hətta özüm belə, özümə nəzarət edirəm ki, mənim edəcəyim bir hansısa bir yanlış hərəkət futbolçuya və komandaya pis təsir edir. Özüm ciddiyəm. Məsələn üçün, mən desəm ki, saat 4-də komanda bazada toplanışır, mən arada saat 1-də artıq bazada olmalıyam. Mən futbolçuya da demişəm ki, o demək deyir ki, 4-də deyirəm, 4 tamamda gəlməz. Vaxtında və gəl. Nizam, intizam, məsuliyyət, hər şey, bəli. Mənim o nizam, intizamı tələb eləməyim, bunların çoxlarının xoşuna gəlmir. Ona görə deyirlər, Tərlan Əhmədov xarakter. Və mən onu deyəndə dedi ki, yox, heç kim girə bilməz. Dedim, amma zaman gələcək, bu olacaq. Və zaman gəldi, mən nəticəni verdim. Komanda mükafatçılar sırasında və mənim üstümə şər atılıb çıxarıldım. Və mən oturanda, məni çağıranda dedilər ki, futbolçulardan, nə bilim, işçilərdən şikayət var. Dedim, kimdir, çağırın bura görüm. Çünki mən, dedilər, bizi üzbəyaz qorsa. Dedim, siz mənim karyeramla oynayırsınız, amma mən sizə deyirəm ki, dediğiniz adamları çağırın bura. Ehtiyac yoxdur, lazımdır. Sadəcə gəlsin desin ki, hansı yanlışçıq eləmişəm, gələcəyim üçün özümü düzəldim. Və o məsələdə olan, onda mən artıq məyusu hissi keçirdim ki, vəzifə ilə deyil, savadla deyil, insaniyyətimizi itirmişik. Artıq Tərlan Əhmədov da bu gün yox, Tərlan Əhmədov da gəldi, gedərdi. Hamımız gedirik bu dünyada. Dahi futbolçumuz olub Banişevski, ondan üzr istəyirəm, Anatoli Banişevskinin o tərəfi olmayıb. Mən də Avropa çempionuyum, Arif Əsədov da dünya çempiyonudur, Vladislav Qədirov dünya çempiyonudur, Igor Panamarov olimpiya çempiyonudur. Mənlə oynayan Ruslan Lukin olub, Bakıda doğulub, indi Belarusiyada yaşayır, o da bir yerdə biz Avropa çempionu olmuşuq. Vladislav Lemeş olub, Arif Gillə bir yerdə dünya çempiyonudur. Yəni, görürsünüz ki, heç kimin yadına düşmür. Amma futbol həyat davam edir. İnsaniyyətimiz qalır. Niyə Tərlanın yaxşı tərəfini danışmırlar, Tərlanın həmişə pis tərəfini? O mənasıdır ki, biz niyə insaniyyətimizi itiririk? Nə olsa vəzifədir, bugün vəzifədə kimsə ola, klub rəhbəri ola bilərsən, mən də baş məşqçi ola bilərəm. Amma verilən söz tutulmayanda, onda insanın mənə çox məyəsi, onda bir çox böyük məhsul keçirdim ki, niyə mən bu qədər bu qısa müddətdə çəkdiyim o bir ilə yaxın əziyyətimi, çəkdiyim əziyyəti, niyə kimsə məni məyus eləmədi? Niyə mənim bu zəhmətimə deyək ki, zərbə vurmalıdır və bu zərbə Azərbaycan futboluna təsir edir. Doğrudur. Legioner həyatı yaşamısınız, xaricdə oynamaq sizə nə qazandırıb? 2 dəfə demişəm, 2 dəfə yox, demək ilk olub məndə Dinamo Maxaçkalo, Dinamo Maxaçkalo'da oynamışam. O vaxtı Qarabağda oynadığım müddətdə ağır bir zədəm vardı.
Allah rəhmət eləsin, Elbrus Abbasov baş məşqçi gələndən sonra dedi ki, sən zədələsən, mənə lazım deyirsən. Söhbəti çox fırlatma. Mən hardasa 5 mövsüm Qarabağın şərəfini qorudum. 93-cü ildən 98-ci ilə qədər. Azərbaycan Kuboku da qazandınız. Mükafatçılar əsasında 2-ci yer tutduq, 3-cü yer tutduq, Azərbaycan Kubokunu qazandıq, Neftçi ilə də Azərbaycan Kubokunu qazanmışam. Sözüm onda yox. Və dedilər ki, lazım deyirsən, baxdım öz keçmiş geri dövrə, hansı ki o əmək haqqları ala bilmədiyimiz dövr vardı ki, Allah rəhmət eləsin, fəxri prezident Adil Nadirova çalışırdı ki, həmişə Qarabağ yaşasın, adı yaşadırdı. İmkanı şəxslərə deyirdi, icra başçısı vardı Həsən Sarıyev, sonra Subartizanın böyüyü vardı Ağdamda, Mirzalı kişi, onlar hamısı gəlirdi komandaya. Gücləri çatdığı dərəcədə o dövrdə kömək edirdi. Və də həmin zədəni də mən Qarabağ futbol komandasında almışdım, ağır zədə idi. Deyim ki, Kubok oyunu oynayırdıq Bakı fəhləsi ilə, Sumqayıtda. Biz səfərdə 1-0 uduzmuşduq, cavab görüşündə havada soyuq idi. O oyunda mən oyunu demək, taliyin həll edəcək 11 metrlər aldım. Elə bir riskə getdim, elə bir zədiyə qarşı getdim ki, o zədə, ağır zədə mənim deyək ki, futbol karyerama böyük bir zərbə dəydi. İndiyənə kimi o zədənin hələ də ağrısını çəkirəm. Amma komandamın xeyrinə oldu. Və komandam elə bir ki, 11 metrdən sonra artıq ikinci golda vurdu, biz qalib gəldik. Və o zədədən sonra mən uzun bir müddət keydicilərlə oynayırdım oyunu. Amma heç kim gözünə görünmür. Mənə dedilər ki, artıq bizə lazım görsən, ağır zədəsən. Mən sağ olsun o dövrdə Fuad Musa mənə Dinamo Maxaçkalaya göndərdi. Getdim oradakı mentaliteti, futbola yanaşmanı gördüm necədir. Hətta deyim ki, mən gecələr oteldə qaldım, gecələr küçədə atışmaları gördüm, tankların BTR şəhərə girmə, o terroristlərlə elə bir ki, kino çəkirdi, ona baxırdım. Yəni həyat tamamilə bir mənə getdikcə daha da möhkəmləndirirdi. Sonraki dövrdə artıq Qurbanla biz, Qurbanla Fakir Varınızda oynamışıq. Mən hardasa 6 aya qədər oynadım, çünki arenda icarə əsasında oynayırdım. Onlar da istəmədilər ki, biz sənə görə külli miqdarda pul ödəmişik, artıq 6 aydan sonra gedəcəksən, elə biz indidən ayrılsaq daha yaxşıdır. Mən də söhbəti uzatmadım. Sonraki ildə artıq Ukraynada oynadım 1 il. Valında, Luçkda oynadıq, Fərrux idi, Kamal idi, mən idim, Samir Əliyev idi. Bir yerdə oynadıq. Yəni, deyim ki, futbola yanaşmanı, insanların futbola gördüyümüz şərait, necə futbolu yaşadırlar, necə futbolu inkişaf elətdirirlər. Oradakı futbolçuların, insanların futbolçulara ünsiyyəti, hətta məğlub olanda... Rəftar fərqlidir. Bəli, yəni tamamilə fərqlidir. Orada heç vaxt mən 22 oyun oynadım Valında. Mən bir də məğlub olduğumuz oyunlar da vardı. Mən oraya gedəndə komanda 3 turdan sonra bir xalı vardı, sonuncu pillədi. Amma sonunda biz 9-cu pilləyə qalxdıq. Deyim ki, məğlub olduğumuz oyunlar da olurdu, amma heç vaxt tamaşaçı tərəfdən, rəhbəri tərəfdən məyus edici bir söz eşitməzdi. Daha da ruhlandırdılar ki, növbət oyuna bəli, yəni bir oyundan ibarət deyil çempionat. Onların yanaşması vardı. Oradakı o şəraiti görürdün. Necə futbolda futbolçuların inkişaf üçün nələri əldə edirlər. Yerli uşaqlarla necə iş gedirdi, məşq prosesləri necədir. Yəni bunlar və insanların həyat tərzi, insanlar necə bir-birinə ünsiyyət qurur, daha çox. Mən sizə deyim ki, 3 fərqli bir şey. Deyək ki, Dağıstan biraz çılğın, bizim kimi çılğın bir demək olar ki, müsəlman ölkəsidir. Deyək ki, Dağıstan dövləti. Daha çox müsəlmanların təşkil edir. Rusiyada oynadığım Fakirdə tamamilə fərqlidir. Yəni, 3 fərqli xalq gördük. 3 fərqli xalq gördük. Onların içində ən belə deyim ki, mülayim, insani keyfiyyətə, daha çox ünsiyyətə üstünlük verəndə Ukraynalıları gördüm. Və o, mən deyim ki, bizim həyatımızda insana davranışlar biz gəzməklə görürük. Həm düz yaşayırıq, yaşaya-yaşaya görürük. Amma yaşadığın bir yerdə uzun müddət qalanda daha çox o mühitə öyrənirsən, oradakı pis adətləri götürə bilirsən, pis hərəkətlər. Amma gəzdikcə bütün dövlətləri görürsən ki, tamamilə fərqli mentalitetlər var, fərqli həyat tərzi var, yaşam var, yanaşma var, ünsiyyət var və insani keyfiyyətlər var. Onu görəndən sonra fikirləşsən ki, demək ki, öz həyatında da nəyilərsə dəyişməyə çalışırsan. Futbolda başınıza gələn ən maraqlı gülməli hadisə? Valla çox olub. Bizim həyatımız elə deyiləm, odur ki, elə oyun günü, oyundan sonra, oyun vaxtı o qədər hadisələr. Xatırladığınız ən belə hadisələr. Mən bir dəfə demişəm, belə daha çox mən həmişə özümlə oturub fikirləşəm.
özüm üçün də gülməli gəlir. Bir dəfə SSR yığmasına tələsdim. Demək biz Nijni Novgorodda oynadıq Neftçi ilə. Mən elə bil ki, oyundan sonra təhsil uçmalıydım təyyarə ilə Moskvaya. Moskvadan da artıq getməliydim. Demək, SSR yığmasının bazası vardı. O bazaya getməliydim. Elə oldu ki, bir balaca məni gecikdirdilər Neftçi komandası. Gəldim, aeroporta çatdım, demək, hava limanına çatdım Nijni Novgorodda və samolyota biletim əlimdə, amma yer dolub. Artıq elə bir ki, vaxt keçib, nəysə... Qaldınız kənarda? Qaldım kənarda, artıq uçmağa da adasa bir 20-15, belə 10-15 dəqiqə vaxt qalıb. Nəysə, yaxınlaşdım, orada bir otaq vardı. Dedim ki, mən Moskva ilə əlaqə saxlamalıyam, İdman komitəsinə. Dedilər, nə məsələ? Dedim ki, demək, əlimdə də çağırış vərəqəsi var ki, mən SSR yığmasının tərkibində elə bir Moskvaya gedirəm, demək, bazaya gedirəm. Bazadan avtobusdan axşam biz artıq Şeremetyev hava limanına uçuruq Hollandiya. Demək, o yarışa. Təsəvvür edin ki, gəldim, ona çatdım. Dedim ki, vəziyyət belədir, yəni mənim dəvətim var. Oyuna görə gecikmişəm. Dedilər ki, dedim, axşamda mən artıq Şeremetyev hava limanına Hollandiyaya getməlidir, yığma gedir. Mən getməsəm vəziyyət belədir. Bu sizə də, yəni, pis təsir eləyə bilər. Mən dedim ki, ora şikayət eləyəcəm. Nəysə, mənə gətirdilər, həmən təyyarəyə mindirdilər. Təyyarə yak 40-lardan idi. Onların böyürlərində belə fırlanır, pərləri var. Demək, yer olmadığına görə məni dedilər ki, demək, yük. Bagaj hissəsində. Yük yerinə dedilər ki, sən burada otur, heç olmasa da səsin çıxmasın, yoxsa bizi də ilişdirə bilərsən. Nəysə, oturdu, baxdım ki, cəmaatın sumkalarıdır. Çamadanlar orada. Çamadan, nəmsin. Gördüm, bir dənə yekə bir iri şey var, çanta vardı. Yəni, onu qoydum, öz çantamın da böyrünə, diksədim, oturmuşam. Təyyarə qalxdı havaya, uçur. Bir də gördüm ki, yük yerinin qapısı açıldı. Bir nəfər belə qalostuklu bir kişi oturub baxır üzümə. Rusca mənə deyir ki, sən burada nə edirsən? Dedim ki, heç nə də. Bagajları dedim, şeylər. Nəzarət edir. Deyir, что делаешь? Dedim ki, sumka, bagajı охраняют. Я вижу, как охраняешь. Mən oturmuşam, оказывается, mən bunun sumkasının üstündə oturmuşam. Deyir, вижу, как ты охраняешь. Deyirəm ki, deyirəm, nə olub, nə məsələdir? Deyirsən, mənim sumkamın üstündə oturmuşsan, onun içində də arağım var. Durmuşam ağa, deyir, arağı götürüb, deyir, gəlirsən vurmağa. Deyirəm ki, yox, istəmirəm. Oturmuşam, özüm fikirləşirəm. Deyirəm ki, öz sumkamı qoymuşam bölmə, damatın sumkasının üstündə oturmuşam. Və gəlib mənə deyir ki, görürəm sən deyir, necə mənim deyir, bagajı deyir, mühafizə edirsən, qoruyursan. Bir balaca onda özüm güldüm, həm də utandırıcı, utanmaq kimi oldu. Həm də özüm güldüm ki, uşaqlıq, cavanlıq yerində insan nə istəyirsən, deyirsən. Amma sonraki vaxtlarda gəlmişədə deyirəm ki, biz olsaydı bəlkə də başqa cür cavab verərdik. Amma o mən hərdən öz yadıma düşür. Oyunlarda da olur bizim zarafatlar olur. Məsələn üçün mən deməyəcəm ya Rusiyada ya Ukraynada. Demək, futbolçamızdan biri içkili olub. Gecə həddindən artıq çox içib. Mən də demək ki, vitse-kapitan gedirdim həmin komanda. Mənə dedi ki, dedilər, səhər gəldi, indi oyun vaxtıdır, saat 4-5 radələrində oyunumuz idi. Mənə dedilər ki, filan kəs içib, həddindən artıq çox içib, bunu nə edəyik? Nəysə, bunu apardıq, hamam otağına üzr istəyirəm, soyuq suda bunu saldıq, çıxartdıq, düşürdük ki, biraz ayılsın. Ayıldı, nəysə, oyunun quruluşuna gəldi, baş məşqçi gəldi, danışdı, elədi. Elə oldu ki, biz gözləmirdik. Biz düşündük ki, bəlkə bunu heyətə qoymadı, tərslikdə bunu qoydular heyətə. Əsas heyətə? Hə, əsas heyətə. Bunu heç kim də bilmir. Bunu bir neçə futbolçu, bir kapitan bilir, bir mən bilirəm. Bir neçə futbolçu var ki, bunlar bilir ki, bu həddindən artıq çox içib. Nə başınızı ağrıdım? Demək, oyuna getməmişdən var bir partiyada bunu, soyuq suda bunu, yəni ayıltma məntəqəsi, meydançaya gəldik, oyunun isim hərəkətə elədi, bir partiya yenə bunu soyuq suyun altına, kofetsizlikdir, nə bilim, daha bunu elə yemiş ki, heç olmasa bu bir balaca ayılsın. Demək, oyun başladı, oyun gedir. Bu da cinahdan oynayır. Yarım müdafiədə oynayır cinahdan. Demək, rəqib kün zərbəsi qaldırır, bu həmişə dirəkdə dururdu. Demək, yer elədim hamını, buna çağırdım ki, dirəkdə dur. Demək, topu rəqib qaldırdı, vurdum, topu çıxartdıq. Əks hücuma getmişik. Arxadan görürəm, qapıcı qışqırır ki, Axmedov, çevirmişsən, deyirəm, xoş.
Bir nanivosmadır. Gəlib görürəm ki, dirəyi necə qucaqlasa elə də yuxuya gedir. Təsəvvür edin ki, o qədər keyifli ki, dirəyi necə qucaqlasa elə də yuxuya gedir. Sonra baş məşqçi başa düşdü, cəld onu düzəltdi. Yəni çox hadisələr var belə olub. Yəni yadda qalan belə maraqları belə dedim bəlkə siz üçün də bölüşə sualayın. Azərbaycan millisində uzun illər çıxış etmisiniz. Sizə həmin dövrdə ən güclü oyuncu kim olub? Milli yığma komandamızda güclü futbolçu Həddin Atov çox olub. Fərdi olaraq ümumiyyətlə mən düşünürəm ki, sizin oynadığınız dövr ərzində çox belə seçmə oyunçular olub. Çox nailiyyətlər əldə etmisiniz. Bizim məsələ indi deməyəcəm, fərq qoymayaq indi müqayisə edəndə çoxların xoşuna gəlmir. Yəni bizim dövrdə indi yenə deyirəm, bir əvvəldə dedim, şəraitsizlik bizi o vəziyyətə gəldi. İkincidə biz yığma vaxtı deyim ki, bizə imkan vermirlər. Biz Bakıda oynayaq, Azərbaycanda oynayaq. Bilirsiniz, 94-cü ildən başla 96-cı ilə qədər biz İsveçrədə Bakıda oynadığımız ilk rəsmi oyuna qədər biz Türkiyədə oynayırdıq, Trabzon şəhərində. Allah qəni-qəni rəhmət eləsin Ulu Öndərə, onun təkidindən sonra, onun demək ki, Azərbaycana gələcək bütün o qonaqların təhlükəsinin təminatı verəndən sonra dünya təmin edir ki, yəni Azərbaycan başkəsən deyil, Azərbaycan insanlığa üstünlük verən bir dövlətdir, xalqdır. Ondan sonra yavaş-yavaş bizə icazə verdilər. O dövrdə biz kənarda oynayırdıq və ona görə də kənarda bizdə Türkiyədə maksimum özünü öldürsəydi 20 adam gələrdi baxmağa. Amma istər-istəməz o qədər də şey oldu. Rəqiblər də gəlirdi, məsələn, istər-istəməz. Nə qədər doğma olsa da elə bir ki, səfərdə oynayırsınız. Səfərdə oynayırsın da, gedişat gəlir, qalmaq elə nəysə. Biz heç o çətindir. Yəni o dövrdə Vəli Qasımov deyək ki, İspaniyanı, Portuqaliyanı fəth eləmişdi. Rusiya çempionatının ilk bombardiri idi. Nazim Süleymanov Rusiya çempionatını fəth eləmişdi. Özü də bilirsiniz, Borussia Dortmundda oyunda nələr eləmişdi. Yunus Hüseynovun özünün istedadı, Samirin, Vidadı Rızayevin. Yəni o dövrdə belə götürsək, təkbətək sadalarında insanı görürsən ki, həddindən artıq bizim Azərbaycan futbolçusu. Yəni hamısı deyərdim ki, mən hər zaman demişəm, sözünüzü kəsdirəm. Ehtiyatlar zonası belə zəngin idi. Bəli, həddən artıq çox zəngin ehtiyat vardı. Amma sadəcə olaraq o məşqsizliyimiz, təlim məşq toplanışı olmaması bizim. Bir qədər şərait. Klublar məsələn biz təlim məşq toplanışına getməzdik. Amma ona görə də ad istəməzdim elə ümumi elə o dövrün yığmasını ən yaxşı seçərdim. Tərlan bəy, yadınızda qalan atmosferini ən çox bəyəndiyiniz stadion? Bu Uels'də olub. Cardiff şəhərində, Uels'də ilk oyunumuza getmişdik. Milli ilə? Bəli, milli ilə. Demək, meydançaya daxil oldum, gördüm ki, stadion o qədər əzəmətli, belə ağır bir stadiondur. Aurası tamamilə. Stadion elə qurulub ki, tribuna elə belə bir dalğa var idi. Elə bir stadionun bütün üstüyə gəlir. Amma biz məşqə gəlmişik, bir gün elə bir oyundan qabaq. Topu götürdüm, yuxarı vurdum zərbinə, girdim, top yuxarı qalxdırdı, kiçildi, tamamilə balacalaşdı. Yəni stadion arası. Səhərsi gün stadiona oyun başlayanda artıq stadionda demək olar ki, rəqib komanda qırmızı rəngdə oynayırdı, biz ağ-göy formada oynayırdıq. Bütün stadion qırmızı rəngə boyanmışdı. Demək olar ki, stadionda ümumiyyətlə boş yer yox idi, stadion qırmızı rəngə boyanmışdı. Mən orada gördüyüm o atmosferi oynadığım dövrdə heç adı görməmişəm. Yəni stadion özünün əzəməti, oradakı insanların o səs, o akustika tamamilə başqadır. Elə məhz stadiondan, azarkeşlərdən danışmışkən belə sual ünvanlayım sizə. Azarkeşlərlə yaşadığınız maraqlı bir epizod, dialoq. Mən həmişə dialoqum yaxşı olur. Heç vaxt deyim ki, bir dəfə olub, bir nəfər demək, Bakıda hansısa yığmanın oyununa hazırlaşırdıq. Şəfa stadionunda oyun olacaqdı. Serbiya Çernogoriya oyun qabağı idi. Gəlmişik oyuna, biz səfərdə 2-2 oynamışdıq, orada bilirsiniz. İndi ev oyunumuza gəlmişdik, üstündə bir neçə ay keçmişdik. Demək, gəldik, avtobusdan düşdük, artıq məşqə gəlmişik, səhərdə oyundur. Bir nəfər yaxınlaşdı belədir, qayıtdı belədir. Tərlan, yaxşı insansan, yaxşı futbolçusan, amma heyf ki, İtaliyanın oyunda öz qapımıza qol vurdun. Dedim, olub da neyiniyim indi həyatda, səhv də eləmişəm, üzrə hesab edir. Dedi, yox, üzrə hesab elə deyir, təcrübəli futbolçusan, niyə vurursan ki, qol? Bilə-bilə vurmuşsunuz, hə? Dedim ki, üzrə hesab elə də, indi topdur, dəydi, ayağıma getdi. Yoldaşımın, dedim, dostumuz səhvini düzəltmək istədim adam. Dedi, səhvi düzəltmək sənə qalmışdı. Dirəşib. Dedim, mən çox sağ ol, dedim, bundan sonra dedim,
Daha diqqətli olaraq. Dedim, hə, dedim, diqqətli olacağam, amma dedim, bundan sonra heç kimin səhvini düzəltməyəcəm. Qoy elə hər kəsin özü səhv eləsin. Dedim, yaxşı olar ki, sən get bir həyata bax ki, bizim həyatımız, dedim, səhvsiz həyatdır, amma dedim, müdafiəçi qara işi görən adamdır. Dedim, hücumçularınız 10 dəfə təkbətək çıxır, qol vura bilir, boş qapıya qol vura bilir. Heç vaxt dedim, ona heç kim heç nə deməz. Heç məşqçilər də heç nə demir, tamaşaçı da demir, rəhbəri də heç nə demir. Amma dedim, 90 dəqiqə dedim, müdafiəçi qapıcı, qapıdan top çıxarırsan, hücumçunun qarşısını alırsan, yıxılırsan, topursan, bir səhvin sənin karyerin üstündən xətt çəkir. Dedim, həyata tamamilə baxışı dəyiş, ondan sonra bir dəfə diskussiyam olub, hər dəfə də mənim bir dostum var, başlayır, onu yadına salır, deyirək ki, cəmaat deyir səni, bir dənə qola görə ömrünü çürüdüblər, deyirəm, boş ver, geçsin. O haqda bir qədər sonra sualım var, ona qayıtacağam. Heç problem yox. Hakimlərlə yaşadığınız maraqlı bir anı diyaloq. Yəni, hakimlərlə yanaşı. Bir dəfə bir hakim vardı, oyun oynayırıq. Yaxşı ki, Azərbaycan çempionatı deyildi. Demək, bizim qapıya 11 metrəlik oldu. Rəqib qapısına 11 metrəlik oldu. Mən yaxınlaşdım 11 metrəliyə vurmağa. Götürdüm, topu vurdum. Qapıcı qaytardı. Qapıcı qaytaran sonra ikinci zərbə ilə vurdum. Qol. Gördüm ki, Bakoboy xət hakimi bayrağı qaldırıb. Hakim də əlini qaldırdı. Dedim, neyinirsən? Deyir, offside. Oyundan kənar. Dedim, niyə? Gördüm, cəmaat fitə basır. Dedim, özü niyə yandırsan ki? Dedim, sən mənə deyir, görüm, 11 metrdən necə oyundan kənar ola bilər ki? Necə ola bilər? Yəni, necə ola bilər? Bu hansı qərarla belə? Deyir, ayda, Laisman deyir, məni yandırdı. Dedim, da artıq boş ver ki, qaldırmısan, cərimə verərsən. Dedim ki, cərimə verərsən, da yolu yoxdur. Sonra nə özün fikirləşərsən. Deyərsən ki, 2 dənə futbolçu zərbə vaxtı girdilər içəri, bir-birinə toqquşdu. Mən də ona görə götürdüm, cərimə verdim. Dedim, da özün bilərsən. Oyun qutarıb gəlib mənə deyir ki, deyirsən mənə necə ayırtdın, deyir. Mən deyir, necə unutmuşam. Deyirəm, səni yanlışlıq edən sənin Laismandır. O niyə bayraq qaldırır? Yəni, mənə çatmayan bir şeydir. Dedim, ola bilər ki... Penaltı ləğv oldu? Penaltı ləğv oldu, cərimə verildi. Yəni, penaltı sayılmadı. Yəni, diskusiya yola verdim, getdik, dedim ki, bir də elə səhv. Mən hər dəfə də üstündən artıq neçə illər keçib, hər dəfə də görəndə deyir ki, Tərlan, hələ də o utancı vəziyyəti yaşayıram. Hələ də o yadıma düşürdür, öz-özünə xatırlayır. Sizin haqqınızda nəyi yanlış bilirlər? Çox şey yanlış bilirlər. Yəni, Tərlan ən absurdu. Ən haqqında mənim xarakterimin pis olması barədə yanlış fikir edirlər. Tərlan Əhmədovun xarakteri pisdir. Yəni, məni tanıyanlar tanıyır, mənlə işləyənlər bilir. Bəli, mən ciddi adamım. Mən deyim ki, hər zarafat durduğu yerdə zarafat edeyim. Bəli, dostlarım var, qardaşlarım var. Çünki mən çox şey zarafat da eləmərəm. Yəni, həyatımda biraz ola bilər dostlarla ani bir zarafatım olar, amma hər zaman ciddi həyat yaşamaq istəyirəm. Gülərəm, danışaram, bu başqa məsələ. Amma Tərlan Əhmədovun xarakteri pisdir, Tərlan Əhmədov bunu etdi elədi və Tərlan Əhmədovun xarakteri pisdir. Tərlan heç kimi yola gedir, amma nəticə verəndə heç kim demir ki, Tərlan Əhmədov bu nəticəni necə verdi, bu xarakteri pis olan şəxs. Düz edin, fikir formalaşdırırlar. Bir şey deyim, məsələn, biz insanın insanlığına, onun yaxşı hərəkətinə üstünlük vermir. Biz insanda səhvlər axtarır. Bizim dünyamız qüsursuz deyil ki, Tərlan Əhmədov qüsursuz olsun. Amma biz hər birimiz çalışırıq ki, həyatda elədiyimiz o səhvləri düzəldək. Çalışaq ki, o səhvlər bir də təkrarlanmasın. Mən Voronejdə oynayanda, Moskvada Spartak Moskva ilə oynadıq. Demək, Fakir tərəfdən ən yaxşılardan biri seçildim oyunun. Və oyunda sarı vərəqə aldım, Spartakla oyunda. 4-cü sarı vərəqəm idi. Növbəti oyunu buraxırdım. Mənim Moskvada bir dostum var, Şəmkirdən idi, Şəmkir uşaqlar idi. Bir gəldi ki, Tərlan, gecəni qal burada bizlə, uşaqlar görüşmək istəyir səndən. Moskvadan Voronejə 500 kilometrdir. 500 kilometrdə özümüz səni yola salacaq, axşam qatarla gedərsən. Dedim, problem yox. Gəldim, nəsə icazə aldım, getdik bunların öyle oturdu. Demək, bir binadır, bir bloklu binadır. Demək, bunu haradasa bir 16 mərtəbəli binanın, demək, haradasa bir 5 mərtəbəsindən bu Şəmkirlərdir. Bazarda da işləyirlər, alış-veriş eləyirlər. Nəysə, gəldik, bunlarda o evdə oturduq.
Qonşular da gəldi bu Şəmkirlilər. Nəysə oturdu söhbət edib gördüm bir dənə balaca uşaq gəldi. Onlar 5-6 yaşında. Elə bir başı da qırxılıb keçər kimi. Dedim maşallah olsun, nə şirin uşaqdır. Belə topuşma uşaq idi. Bölümə bir oturmuşdu, gördüm dərindən bir ah çəkdi. Dedim ahın dağlara, nə olub qardaş, nə məsələdir belə yaman ah çəkdi. Dedi o uşaq mənim uşağımdır. Dedim Allah saxlasın, Allah başacan versin maşallah. Dedi yox, sağ ol, çox sağ ol. Dedi doğuşdan uşaq şəkər xəstəsidir. Dedim Allah şəfasını versin. Dedi o qədər piştaxta dalında yalandan balamın canı deyir, al verirdi. O qədər yalandan and içdim. Allah bir evlad verdi. O da qüsurlu, o da xəstə. Qazandı. Dedim heç olmasa bundan sonra özünə qoyulmusan mı? Gördüm başını aşağı saldı. Gördüm insan ona verilən cəzanı belə qəbul eləmir var dövlətə görə. Yəni bəlkə də kimlərinsə ahını alıb. Yəni o qədər yalanı and içib kimlərinsə ahını alıb. Və mən hər zaman özüm də işimə gedəndə heç vaxt insanların ahına görə getmirəm ki, mən kiməsə pislik edeyim və kimləsə. Mənim işim nəyi tələb edirsə, onun ciddiyyət olmalıdır. İş başqadır, işdən sonraki dostluq, yoldaşlıq başqadır. İş vaxtı heç bir futbolçu artıq hərəkət edə bilməz. İş yoldaşına, futbolçu yoldaşına və yaxud da məşqçilər korpusuna və yaxud da rəhbərliyə haqqı yoxdur. Hər şey sivil formada. Tərlan Əhmədovun tələbi də o qədərdir ki, yəni bir komandanın Tərlan Əhmədovun xatirəsi üçün deyil, xətrinə deyil, Tərlanın görəcəyi iş üçün deyil. Klubun naminədir, yetişəcək futbolçunun naminədir, klubun verəcəyi nəticə naminədir. Və ona görə də çoxları Bizim söz kəsəm, tələbkarlığı sevmirik. Bəli, biz tələbkarlıq. Bizim məsələn bir komandada işləyirdim. Həftə ərzində məşq prosesi var. Həftədə bir dəfə ağır məşq var. Bu dünya futbol məşqçilərinin iş praktikasında bu gedir. Bəli. Yəni bu Tərlan Əhmədov metodikasıdır. Bu dünya məşqçilərinin məşq prosesi verirəm. Görürəm klubun prezidenti zəng edir ki, uşaqlar şikayət edir ki, ağır məşqlərdə ayaqlarımız hərəkət eləmirik. O biri həftə komandanın məşqini azaldıram, zəng edir ki, uşaqlar deyir biz məşqdə tərləmirik, məşq zəifdir. Deyirəm yaxşı bir həftə belə versiniz. Ya qarışmıyor? Yəni Azərbaycanı biz hərdən deyirlər, niyə biz Azərbaycanlılar kənarda indiki vəziyyətdə yaxşı futbol oynaya bilmirik, futbolçularımız çoxdur. Biz ağır iş görmək, biz ömrümüz, burada Azərbaycanda məşqlər zəifdir. Mən bunu illərlə də deyirəm. Ona görə də futbolçu yetişmir, bu bir. İkinci bir məsələ, Avropada tələb həddindən artıq çoxdur. Sənə o demək deyir ki, bir saat ərzində gəldin, məşq edədin, çıxdın, yetdin, yoxdur. Orada şərtlər var, sən neçə saat qabaq gəlməlisən, nələr eləməlisən, hansı proseduraları keçməlisən. Bizim Azərbaycanın futbolçu o proseduralar çox. Ağır məşqlər var, ağır məşqlərə dözə bilmirsən. Mən sizə bir dəfə göndərərəm. Tottenhamın həftə ərzində bir məşqi var ki, futbolçular o məşqdə, futbolçuların hamısı o məşqdə təsəvvür edin ki, yerə yıxılırlar. Qvardiyola məşqləri var ki, həftə ərzində bir sikldə futbolçular oyundan sonra üzr istəyirəm, meydançada yerdə dəqiqələrlə yerdə qalırlar, üzr istəyirəm, kimlərsə indi dözə bilmir. Yəni o qədər ağır məşqlər var. Biz o Azərbaycanlı futbolçu onu qəbul edə bilmirik. Və ona görə də bizdə çətindir. Və bizim bu işimizdə bunlar hamısı ona qədər mən haqqımda, yəni Tərlan Əhmədovun o tələbinə görə mən haqqımda çox şey bilmirlər, dəqiq bilmirlər. Növbəti sualım belə olacaqsa, məşqçi olduğunuz müddətdə ən çətinlik çəkdiyiniz an? Məşqçi olduğum dövrdə ən çətinlik çəkdiyim an 2 dəfə olub, 2 dəfə yaşamışam. Bir, Azala gəldiyimdə komanda 2014-cü ilin mart ayının 16-sında komandanı başına məşqçi keçmişəm. Komandanın 26 xal olub və yerdə qalan 10 tur olub ki, komanda Premier Liqada qalma olub. Və 10 turda komandanın demək olar ki, rəqiblərdən hardasa bizə hesablamalarımızı apardıq. Kim harda uduza bilər, kim nə edə bilər, nə ola bilər. Analiz etmişsiniz. Və bütün şeylərə baxdıq ki, 5 xal bizə lazımdır. Amma komandanın vəziyyəti durum elə idi ki, o 5 xalı qazana biləcəyimizə ümidim yox idi. O qədər çətinlik çəkirdim. Gecəni gündüzü yatmadım, başladım işləməyə. 10 oyundan demək ki, 5 oyunda biz 5 heç elədik. Hətta bəzi mənim həmkarlarım vardı ki, dedilər ki, heç-heçələr məşqçisi. Hətta mənim adıma da söz çıxarmışdı. Dedim, və bir də Neftçiyə 2017-ci ildə Neftçiyə keçəndə, Neftçi bilirsiniz ki,
son demək 5 turdan sonra bir xalı vardı. Hətta komanda Vəziyyət yaxşı deyildi. bəli, yaxşı deyil. Komanda hətta qol da vurmamışdı. Komandanın bir qolu vardı. Onda Rahid Əmirquliyev Qarabağda oynadığı dövrdə Neftçi ilə oynadı, öz qapısına qol vurmuşdu. O da Neftçinin ayağına yazılmışdı. Və onda çəkdiyim çətinlik idi ki, komandanın içində qruplaşmalar vardı. Yerli gəlmələrin içində gəlmələrin özlərinin qruplaşması vardı. Yerli futbolçuların içində qruplaşmalar vardı. Xaosun ortasına gəlib düşmüşsünüz. Yəni bəli, elə bir vəziyyət idi ki, yəni nəyisə toparlamaq bax onda çəkdiyim bir vəziyyət idi. Bir də ki, sonda Gəncədə 6 turdan sonra 0 xal olan bir komandanı və siz təsəvvür edin ki, məndən demək həmin dövrdə Turan Tovuz 12 xal, 14 xal bizdən qabaqda idi. Mən komandanı götürəndə 7-ci turda biz Turan Tovuza məğlub olduq və ondan sonra komanda ardıcı və sona yaxın artıq biz demək olar ki, Tovuzla xallarımız bərabər idi. Yəni bax o dövrdə çəkdiyim o əzab verdi. Gecə-gündüz analiz elədim ki, komandanın zəifçəkləri bəli. Neftçi ümumiyyətlə mənim demək olar ki, o 9 ayda mənim demək olar ki, bəlkə də 9 ilimi aldı ki, işlədiyim komandalarda Neftçi ilə şeydə fərq böyüdü. Neftçi tamamilə tarixi bir klubdur, flaqmandır. Xalqın komandası, xalq sevgisi olub orada. Orada dahi futbolçular, bugün klublarda işləyən baş məşqçilərin demək olar ki, 95% o komandanın prosesini keçəndə, o futbolda orada oynamış, orada böyük futbol camiyyəsinə gələn futbolçulardır. Ona görə də o komandanı yenidən ərçiyə gətirmək, o komandanı qısa müddətdə, çünki orada əcnəbiyə vaxt verirlər, yerli məşqçiyə vaxt verilmir. Yerli məşqçi gələn kimi hər şey dəyişməlidir, amma əcnəbiyə vaxt verilə bilər. Başqa klublarda da vaxt verilə bilər, amma Neftçidə vaxt istənilmir. Vaxt verilmir, nə də fanat o vaxtı sənə vermir. Sən çalışırsan ki, hər şey qısa müddətdə eləyəsən. Bax, ən ağır dövrüm o 9 ay Neftçidə olub. Keçid edək növbəti rubrikamıza, seçim arenası. Tərlan bəy, burada sizin ilk 11 yığmağınızı istəyəcəm. Yəni, ilk 11 yığacaq dünya futbolundan gəlmiş, keçmiş bütün oyuncular. Qapıda kimi görürsünüz? Dünya futbolunun aidiyyatı var. Bəli, bəli. Qapıda mənim üçün Buffon bir nömrə. Sağda, sağ cinah. Sağda Kafu. Mərkəz müdafiəçiləri. Mərkəz müdafiəçi Nesta, Baresi. Və sol cinah. Solda Roberto Carlos. Yarım müdafiəçi. Yarım müdafiənin müdafiə konsepsiyasında daha çox Gattuzo'nu görürəm, çünki dağırıcı futbola malik olub. Pirlo, bir də ki, onların qarşısında Zidane. Solda? Solda deyərdim ki, bizim Azərbaycan futbolçulardan desəm çoxları güləcək. Yox, deyin, o maraqlı olsun. Mənim üçün soldan, məsələn, Yunus Hüseynovdan güclü futbolçu mən görməmişəm. Yunus Hüseynov. Belə. Sağda? Sağdan o qədər futbolçular var artıq. Çoxun adam istəmirsən ki, yanlışlıq bir fikir Dünya futbolundan əsas onu. Bəli. Mən sağdan Ronaldonu oynadardım. Ronaldonu? Bəli. Cristiano'nu da? Bəli, Cristiano Ronaldo. Bəs əsas hücumda santraforda? Əsas hücumda santraforda oynadardım. Mənim öz şəxsi fikrimdə. Ronaldo hansı ki vardı? Nazario Yekədiş. Bəli, Yekədiş buna deyirlər. O, məsələn, futbol tarixinin deyərdim ki, ən qeyri-adi hücumçusu olub. Fərqli. Bəli, çox həddindən artıq. Düzdür, o Zədə epidemiyasına görə, Zədiyə görə uzun müddət, 98-ci ildən sonra uzun müddət biraz zədəli. Və mən sizə deyim ki, o bəlkə də qalıb zədə olması, dizindən aldığı o ağır zədə olmasaydı, bəlkə də deyərdim ki, uzun müddət dünyada bir nömrəli hücumçu olar, futbolçu olardı. Onun elədiyi qeyri-adi hərəkətlər var ki, məsələn, Ronaldinho da vardı. Onun düzü, onun da adını çəkə bilərdim, deyərdim ki, Ronaldinho. O sadəcə fərdi oyuna üstünlüyü daha çox fikirdir. Amma freestyle çox oynayır. Bəli, həddindən artıq çox fərdi üstünlüyü, qeyri-hərəkətlər vardı. Messi də adını çəkə bilərdim. Messi də artıq görürsünüz ki, Messi o qədər yada düşmür artıq, oynadığı futbol da yada. Çünki Messi'nin oynadan Xavi'nə Iniesta'ydı. Mən onları da deyə bilərdim, amma hər zaman özümüzə düşünürəm ki, qeyri bir şeylərdir. Artıq bunu hamı bilir ki, Xavi də dünya ulduzudur, Iniesta da budur, amma Messi'nin oynadan orada. Amma Ronaldo görürsünüz ki, 41 yaşın içindədir, yenə də öz ampulasındadır, qollarını vurur.
komandası üçün futbol oynayır. Ronaldo da həmən şeydir. Ronaldinho məsələn üçün fərqli. Zidane da məsələn üçün komandası üçün oynayır. Milli yığma komanda məsələn üçün Fransanı dünya Avropa çempionluğudur. Yəni istər-istənməz futbolçuların özəlliyinə özünə yox, sırf komanda üçün Komanda, fərqli ona görə komandalarda də uğur mən nailiyyətləri. Bəli, Ronaldo'nun dünən qarşıma bir şey çıxdı ki, məsələn 30 yaşına qədər də 460 neçə gol vurub, 30 yaşından sonra da 460 neçə gol vurub. Keçid edirik növbəti rubrikamıza. Sürətli seçim. Sürətli seçimdə sizə suallar ünvanlayacağam. Çalışdığınız qədər 10 saniyə içində sualları cavablandırmağa çalışın. Hücum futbolu yoxsa müdafiə futbolu? hücum futbolu. Futbol tarixində bir maçı oyunu canlı izləmə şansınız olsaydı hansı oyun olardı? Hansı oyun olardı? Barcelona, Real Madrid. Futbolda ustalıq dediyimiz məqam nədir? Rəqibi aldatmaq yoxsa mətbuatda suallardan yayınmaq? Ya, elə hər ikisi də elə ustalıq tələb edir. Hər ikisi də ustalıq tələb edir. Ona görə də birinci elə futbolda rəqibi aldatmaq. Pirlo kimi zərif ötürmə etmək yoxsa Roberto Carlos kimi raket zərbəsi? Əlbəttə ki, Pirlo kimi zərif ötürmə eləmək, çünki o daha çox sevilir. Evdə qalib gəlmək yoxsa səfərdə? Hər ikisi daha çox səfərdə qalib gəlmək üstünlüyü təşkil edir. Məşhur oyunçu olmaq yoxsa əfsanəvi məşqçi? Eyni şeydir. İkisi də eyni şeydir. İstəyir məşhur futbolçu olsun, istəyir məşhur futbolçu olsun və yaxud da məşqçi eyni şeydir. Qısa ötürmələr yoxsa uzun ötürmələr? Mənim ən xoşladığım uzun ötürmələr olur. Qələbə qolunu vurmaq yoxsa qapı xəttindən top çıxarmaq? Qələbə topu vurmaq, çünki daha çox sevilirsən. Dünya kubokunu qazanmaq yoxsa Çempionlar Liqasını? Dünya kubokunu. İlk dəqiqədə qol vurmaq yoxsa son dəqiqədə qol vurmaq? Son dəqiqədə qol vurmaq. Bu rubrikamızda mən sizə bu suallarda sonlandırdıq. Keçid edək növbəti rubrikamıza, hansı ki tamaşaçı sualları. Tərlan Əhmədov, məhz bu rubrikamızda tamaşaçıların sualları var. Məhz biz verilişdən öncə paylaşmışdıq, bəyan etmişdik ki, bizim növbəti qonağımız siz olacaqsınız və düşünürəm ki, artıq suallara keçid edək. Əziz Əhmədov soruşur, nəyə görə öz qapısına qol vuran oyunçu deyilən kimi Tərlan Əhmədov yada düşür? Çünki tanınmış futbolçudur, Sovet dövründən gələn bir futbolçular idik. Bizdən daha çox istəkli vardı. Amma düşünürdük ki, biz oynadığımız dövrdə biz səhv eləyə bilmərik, çünki daha çox peşəkarıq. Və həmin dövrdə biz keçid dövründə idi və İtaliyadan oynayırdı. Heç kim orada demir ki, Tərlan Əhmədov öz komandasının səhvini düzəltməyə çalışdı. Çalışdı, cəhd etdi ən azından. Bəli, Tərlan. Biz müdafiəçilərimiz dünyanın ən məşhur futbolçusu, məsələn, Cannavaro bir nömrəli futbolçu adını, dünyanın futbolçu adını qazanıb. Amma öz qapısına da qol istəyir. Nestası, Ramos dünyada məsələn neçə dəfə Çempionlar Liqasını qazanıb. Kral Kuboku, nə bilim, La Liqanın sahibidir, amma ən çox qol vuran. Çünki biz müdafiəçilərin səhv etməkdən sığortalanmamış. Hücumçu da səhv edir, onun yeri bayaq dedim. Amma müdafiəçi belədir ki, biz ondan sığortalanmadığımız üçün bizim səhvimiz qaçılmazdır. Çünki rəqiblə üzbəyiz qalsın, rəqib hücumçu ilə üzbəyiz qalsın, onun nə edəcəyini, nə olacağını və yaxud da sənin sığorta edən futbolçu yoldaşın olacaq, olmayacaq, qapıçı sığortacaq. Yəni bunları hər anında düşünmürsən. Sadəcə olaraq çalışırsan ki, qapı xəttindən və yaxud da qapıya yaxın məsafədən topu uzaqlaşırsan, görürsən ki, uzaqlaşdırdığın anda da ayaqla dəyir top, istiqamətləşir. Ona görə bu şey qaçılmazdır. Mən ümumiyyətlə bir araşdırma edəndə baxdım ki, millidə öz qapısına, öz qapımıza belə deyək, top vuran oyunçuların siyahısında sizin adınız ilk sıralarda yoxdur ümumiyyətlə. Yox, mən sonuncu biləm. Məndə bir dənədir. Yəni kim nə deyir desin. Yəni biz hamısında yenə deyirəm, heç kim bilərəkdən şeylər. Biraz vaxtımız azdır. Məsələn, Dimitradze vardı, Tetradze. Alanya'da Nazım Süleymanla bir yerdə oynayıb. Sonra Roma klubuna transfer olundu o vaxtı. Demək, ilk oyunlarda, çempionat oyununda Romada oynadığı dövrdə öz qapısına qol vurur. Yəni o qolu bəlkə də kimlərsə geçsin, baxsın 90-cı illərin ortalarında. Elə bir qoldur ki, yəni kim desə deyərsən ki, bu bilərəkdən vurur. Yəni elə bir epizoddur. Onun müsahibəsi vardı, deyirdi ki, mən bir həftə məşqçilərdən qaçıb gizlənirdim. Məşqçi gözünə görün. Bir gün mənə çağırdı ki, növbəti oyun qabağı. Tetrazı, sənin nə olub, nəsə problemin var evdə. Deyirdim ki, yox. Deyir, mən nə olub? Deyirəm, axı, mən öz qapıma qol vurmuşam. Deyir, olub da, biz üçün futboldur, bu həyatdır, bu yaşamdır, bu davam edir. Evdə hər şey normaldırsa,
bunu biz düzəldəcəyik. Sən o qolu, sən artıq qol da vuracaqsan rəqibə. Sən onu fikirləşmə, sən növbətdə onu fikirləş ki, biz necə qalibiyyət gəlməliyik. Biz isə bir nəfərin səhvini biz uzun illər onu qurcalayırıq. Yox, Tərlan Əhmədov niyə vurdu? Tərlan Əhmədov bəli, Sovetlər dövründən gələn. Tərlan Əhmədov Avropa çempionu, Tərlan Əhmədov səhv eləyə bilməz. Tərlan Əhmədov belədir. Yəni heç kim Tərlan qədər, Tərlan Əhmədov, Yunus Canov, Vidadi, Vəli, yəni o dövrdə 2000-ci illərdə o qədər tanınmırdılar. Biz tanınırdıq. Çünki biz keçid dövrü. Ona görə də Tərlanın Əhmədovun bir dənə səhvi Daha gözdə idi, daha ön planda idi ona görə də. Ona görə yaddaşlardadır. Kamal Verdiyev soruşur, hansı komandanın baş məşqçisi olmaq istəyərdi dünya klublarından? Dünya klubunda mən özüm 40 ildə artıq Real Madridin fanatıyam. Yəni bəlkə də arzumdur ki, nə vaxtsa bir qismət olsa işləyərdim orada. Kamran Verdiyev soruşur, həm futbolçu, həm də məşqçi kimi çalışmış biri olaraq məşqçi olmağın futbolçu olmaqdan ən çətin fərqi nədir? Məşqçi olmaq futbolçu olmadan. Çünki sən öz tək futbolçu olursan və oyuna üstünlük verirsən. Amma məşqçi olanda sənin qarşında çoxlu futbolçular var. Sən onların hamısını idarə eləməlisən. Biri fərdi mübarizə, biri ümumi komanda. Yəni onların hər birinin fərdi xarakterləri var, yanaşmaları var, oyun üslubları var. Və bunların hər birinin evində problemləri var, sən onlara. Amma futbolçu olanda sən tək özünsən. Yəni öz oyunu fikirləşirsən, komanda oyunu fikirləşirsən. Məşqçi olanda sən onların hamısını, ailə şəraiti, bütün hamısını fikirləşmək, ona görə də həddən artıq böyük fərq var arada. Vüqar Qasanzadə soruşur, adətən futbolçular ilk forma geyindikləri klublara qayıdaraq kariyeralarını məsələ orada bitirirlər. Bu seçim nəyə əsaslanır? Bəlkə də başladığı yerdə bitirmədi. Yəni hardan başlanğıc vardı, orada da bitirmədi. Çünki başladığın yerə sevgi daha çox olur. Çünki sən oradan püxtələşib çıxırsansa, sən artıq oradan tanınırsansa doğmadır da. Və doğma bir yerdirsə çalışırsan ki, artıq ora qayıdasın. İnsan necədir? İnsan doğulduğu boyaş çatdığı bir deyək ki, şəhəri tərk edir, uzun müddət kənarda işləyir və qocalanda artıq öz doğulduğu yerə çəkir insanı. İnsanın psixologiyasında, insanın yaranış tarixində bu var ki, insan getdikcə, məsələn, biz insanlar torpaqda yarandığımız üçün artıq yaşa dolduqca torpağa insan daha çox meyilli olur. Yəni bunlar hamısı bir-birini tamamlayacaq. İnsan hardan püxtələşib, hardan deyək ki, inkişaf edib, həyata baxışı dəyişib, sənətə baxışı dəyişibsə, sonda da çalışır ki, orada bitirsin. Pərviz Osmanlı soruşur, Tərlan Əhmədov öz yerində yerli oyunçu olaraq kimi görür? Oyunçu olaraq bugün hal-hazırda. Bugün hal-hazırda deyim ki, Azərbaycanlı oynayacaq orada, o yerdə futbolçu yoxdur. Yəni Bəhruz Mustafazadədir, düzdür, hələ ki o dərəcədə onda o keyfiyyətləri biz görmürük. Bəli, bütün deyək ki, danıları var, amma hələ ki o soyuqqanlı, oyunu idarə edəcək, oyunu oxuyacaq, oyunun başlanğıcı zadı onda deyək ki, hələ ki yoxdur. Amma belə klublara da baxanda yerli deyim ki, son müdafiəçi hələ ki o mövqedə oynayan yoxdur. Yetişdirilmir, açıq deyim. Cəbrayıl Cəfərov, baş məqsəd kimi futbolçularla münasibətdə ən vacib prinsipiniz nə idi? Ən vacib prinsipim odur ki, futbolçunun mənə olan o inamı və sevgisi. Necə mən ona öz sevgimi verirəmsə, o da mənə qarşılığını verməlidir ki, biz o deyək ki, belə bir ifadə işlədim də, deyirlər ki, dostluq. Dostluq kəlməsinin çoxun mənasını bilmir. Yəni, ağır kəlmədir. Dostluq nə demək? Dostluq iki ayrı bədəndə bir ruhun birləşməsidir. Yəni, iki ayrı bədəndə bir ruhun birləşməsi. Birində əgər o ruh normal olmasa, hansısa bir fikirdə və yaxud da cisimdə bir hansısa bir negativ olsa, o ruh orada düzəl olmalı, artıq dostluq pozulur. Məşqçi, futbolçu arasında da bu ruh olmalıdır, sevgi ruhu olmalıdır ki, o sənin əməyinin bəhrəsini verməlidir meydançada. O sevgini futbolçu da səndən almalıdır. Sən o futbol sevgini almaq ki, futbolçu sənə inanır və inandığı üçün də o inam, o sevgi olmalıdır ki, nəticə əldə olunsun. Fərhad Dəmirov soruşur, Tərlan müəllimi futbolla bağlı gələcək planları nələrdir? Biz hansısa bir klubda onu görə bilərik? İnşallah ki, arzum budur. Mənim ən böyük arzum odur ki, Azərbaycanlı futbolçular çempionata çoxluq təşkil etsin. Daha çox bizim milli yığma komandası. Mənim yetişdiyim, məsələn, futbolçular var, bugün deyə adlarını çəkə bilərəm. Hansı ki, Premier Liqaya gətirib üzə çıxarmışam. Mahir Həsənov da indi Kəpəzdən onu uzaqlaşdırdılar, mənə görə göndəriblər 1-ci divizyona. Arzu Atakişiyev vardı, onu da göndəriblər oradan. Abdullah Rızayev vardı, sabahda onu hansı ki Kəpəzdə üzə çıxartdım, sağ cinahı da artıq onu da əsas komandadan uzaqlaşdırırlar, niyə görə bilmirəm səbəbini. İndi hər halda yazılara inansaq artıq
demək olar ki, onu icarəyə vermək istəyirlər. İsmail İbrahimi Danski Zirədə oynayır, onu 2015-ci ildə mən onu Azalda yetişdirib ərsəyə gətirmişəm. İlk onun oyunu 2015-ci ilin may ayında, may ayının 16-sında biz Qarabağla oyunda olmuşuq. Onu meydançaya buraxmışam sonlarda. Yəni Qarabağ çox futbolçu olur ki, mən arzu edirəm ki, işlədiyim komandalarda yerli, hansı rayonda olacaq, o yerin futbolçuları inkişaf eləsin, yetişsin. Siz də öz suallarınızı məhz rəy bölməsində qeyd edə bilərsiniz. Çünki növbəti qonağımızın kim olacağı artıq öncədən bəlli olur və MyTV Sport kanalında, TikTok və Instagram üzərindən paylaşılır. Suallarınızı orada qeyd edin. Sizin də adınız və soyadınızla birgə verilişdə səslənsin. Son rubrikamıza keçid edəcəyik Şəfa haqqında. Tərlan Əhmədov bilir ki, Şəfada çıxış edib, komandanın kapitanı olub. Amma sizin fikirlərinizi öyrənəcəm. Ondan öncə bir xüsusi məqamı vurğulamaq istəyirəm. Hansı ki, Şəfanın qızıl vaxtında yığılan insanlar indi Şəfa üçün çalışırlar və onu dirçətməyə çalışırlar. Onlardan biri də məhz klubun prezidenti Sərdar Salmanzadədir. Futbolçu olaraq orada yetişib, müntəzəm olaraq alt yaş qruplarında çıxış edib və həmçinin də əsas komandaya dəvət alıb. Hansı ki, siz həmən vaxtı Şəfa komandasında kapitan idiniz. Və indi hal-hazırda My Group Holdingin sponsorluğu ilə və Sərdar Salmanzadənin başçılığı ilə uğurlu çıxış edən bir Şəfa komandası var. 2-ci liqada 2-ci pillədədirlər hal-hazırda və 1-ci liqa qalxmaq uğrunda mübarizə aparırlar və düşünürəm ki, uğurlu da alınacaq onların çıxışı. Sizin fikirlərinizi öyrənmək istəyirdim. İzləyirəm, 2-ci divizionu da izləyirəm. 5 xallıq fərqi var birinci yerdə. Bəli, bəli. Bir neçə futbolçular da cəlb eləyiblər. Məsələn üçün Premyer Liqada çıxış eləmiş futbolçular var ki, hansı ki orada da cəlb eləyiblər. Gedişat onu göstərir ki, hər halda layiq olduqları yeri tutacaq. Şəfa düzdür. O dövrdə gənclərdən ibarət idi. Bəli, bəli. Orada oynayırdı Zaur Tağızadə, Elçin Rəhmanov, Ruslan Musayev, Samir Musayev, Avtandil Hacıyev, yəni Zaur Həşimov, yəni bunların hamısı saya bilərəm. Rəşad Sadiqov, Allah Amma adını çəkdiklərinizin özlərində bir ağırlıq var. Bəli. Rəşad Sadiqov rəhmətli qarşı Səbuhi vardı, Sadiqov vardı, hansı ki oynayırdı. Yəni çox sadələyə bilərəm də, yəni adları indi Emin İmamaliyev idi, hamısı ki oynayırdı, Samir Əliyev, hamısı yəni orada cavan uşaqları yığmışlar bir yerə. Onların inkişaf proqramı vardı ki, hansı ki onlar inkişafla getməlidir. Onlar 21 demək ki o dövrdə 21 yaşlı getmirdi, Olimpiya yığması gedirdi. O yığma komanda üçün həm də Vaqif Sadıqov, Əskər Abdullayev, Şakir Qəribov baş məşqçilər sahəsindədir. Vaqif Sadıqov baş məşqçi idi, Əskər Abdullayevlə Şakir Qəribov köməkçi məşqçilər idi. Mən də o vaxtı dövrdə Neftçidə oynayırdım. Neftçidə oynadığım dövr idi. Neftçidə rəhbəri dəyişikliyi oldu. Rəhbəri dəyişikliyi olandan sonra biz Moldova ilə oyuna yığma səviyyəsində oyuna gedirməmişdən ərəfədə elə bir axşam biz artıq Moldova yola düşürdük. Tofiq Bəhramov da stadionda məşq eləyəndə onda da birisi ki, meydançalarımız kələk-kötür idi. Mən qaçdığım yerdə topuğum deyək ki, çalıya düşdü, balaca bir çuxura. Topuqdan demək olar ki, ayağımı sındırdım məşq vaxtı. Demək komanda gecə getdi, mən qaldım Bakıda. 12 gün demək mənim ayağım gipsdə oldu. 12 gündən sonra demək mən Neftçidə bütün rəhbərlik dəyişdi. Yeni rəhbərlik gəldi, Kazbek baş məşqçi və mənə başladılar demək məcbur elədi ki, gips açılsın və məşqlərə başla. Və başladım. İlk oyunum oldu Moyiklə oyun. Moyikin meydançasında 1-0 oldu və oyunda sifarişli bir qırmızı vərəq aldım. Özüm də bildim. Bu günə kimi də gedib oyuna baxa bilərlər. Sifarişli bir qırmızı vərəq idi. İkinci sarı vərəqinə qırmızı vərəqə verildi və səhərsi gündə məni Kazbek komandadan qovdu. Onda məni bir neçə klub vardı ki, yerli klublar istəyirdilər. Dedim ki, yəni yaya qədər oynayayım. Bu hadisə baş vermişdi oktyabr ayında. Və nə başladım, yəni uzun şey olmasın. Dedilər ki, ancaq gedə biləcəyin bir komanda varsa, o da Şəfəyə gedə bilərsən, başqa heç yerə gedə bilmərsən. Klub rəhbərliyi də qoymadılar. Yəni Tərlan Əhmədova qarşı böyük bir haqsızlıq idi. Oynadığım dövrdə olur, məşqçi dövründə olur. Yəni bunların hamısını mənə yaşadıblar. Dedilər ki, olmaz, dedim, mən problem yoxdur. Getdim Şəfada. Şəfaya gələndə artıq mənim hardasa 27 yaşım vardı, 28 yaşım vardı. Orada da hamısı məndən çox cavan idi, 20-21 yaşları vardı. Yəni o uşaqlarla deyim ki, bir yerdə futbol da oynamamışdım. Və orada yavaşca tanışdığımız oldu. Düzdür, Vaqif Sadıqovla, Əskər Abdullayevlə, Şakir Qəribov oynamışdım məşqçilərlə. Mənə ən cavan dövrüm işmişdi, Sovetlər dövründə. Amma o birlər oynamamışdım. Və biraz o komandada çaxnaşma vardı. Futbolçular bir-birinin sözünü qəbul edir, eyni yaşlı idi. Və onları o
bir ortağa gətirmək, yavaş-yavaş, yəni elə bir komanda formalaşırdı ki, artıq elə bir ki, uğurlu nəticələr də əldə olunurdu. Və mən deyirəm ki, bəlkə də komanda uzun müddət qalsaydı daha yaxşı uğurlu nəticələr əldə edərdi və komandanın gələcəyi parlaq ola bilərdi, amma təəssüf ki, alınmadı. Verilişimizdə son olaraq bir kontent halına gətirdiyimiz bir şey var ki, Şəfanın forması gəlir və dəyərli qonaqlarımız ona imza atırlar. Həmin formada Şəfanın ev sahibliyi etdiyi oyunlardan birində tamaşaçılardan birinə hədiyyə verilir. İndi gətirək biz formanı imzalayın. Tərlan bəy, düşünürəm ki, çox maraqlı, çox səmimi bir veriliş oldu. Nə xoş ki, bugünkü qonağımız siz oldunuz. Çox sağ olun. Hər halda maraqlı olduğunu siz bilərsiniz, bir də tamaşaçılar. Mən düşünürəm ki, tamaşaçılar da bəyənəcək. Çalışdığım qədər çalışdım ki, dürüst olun, səmimi olun. Yəni indi hər halda həyəcan da olur bizdə, çünki bir danışığımızda nə isə tutandan sonra görsən ki, böyük müzakirələr çalışdım ki, hər bir şey biz üçün ürəyimiz olsun, sizin də bizim də. Sonda onu qeyd edim ki, növbəti qonağımızın kim olmağını istəyirsinizsə, rəy bölməsində qeyd edin və bizi Instagram və TikTok üzərindən də izləyə bilərsiniz, hansı ki, MyTV Sport kanalında. Növbəti buraxılışlarda görüşmək diləyilə. Sağ olun, salamat qalın.